Salam, hər vaxtınız xeyir. Hal-hazırda biz Səlyan şəhərində Aran klinikasında Anar qardaşımızın şəhid atasına göstərdiyi xidmətdə. Baxın, əziz dostlar. Buyurun Nura xanım, sizdə bir kəlmə. Mən Azərbaycan Respublikasının şəhid ailələri Ədəbiyyat Fənn Böyük Mütəmmalı Mütəxəssis İctimai Bilim Səlahiyyəti nümayəndəsi Nurani Gözalova. Bugün bizim Cəlilabadda nümayəndəmiz ilk müəllim şəhidimizin qardaşı ilə şəhid atası Alim Şükurovun atasına terapiyaya gətirdik. Anar qardaşımızın həqiqətən də Allah can sağlığı versin. Gördüyü xidmətlər əvəzsizdir. Və mən inanıram ki, inşallah atamız Anar Nəli ilə şifa tapar. İnşallah. Allah'ın köməyi. Allah sizə də can sağ sağlığı olun. versin, əziz müəllim. Sağ olun. Tanışlığımıza şad olun. Şad olduk, sağ olun. Allah sizə ömür sağlığı. Sağ olun, sağ olun. Doktor, sağ olun. Anar qardaş, xidmətlərdən nə mövcuddur, zəhmət olmasa? Dildə yırtıq. Ricanım. Təşəkkür. Teşekkür ederim. Sağ ol. Sağ ol. Sağ ol. Davud əmi, göstərilən xidmətdən Allah razı olsun. Allah razı olsun. sağ olsun, gözəl həkimimiz. Təşəkkür edirik sizə. Hatırladaq ki, bizim Davud atamız Cəlilabadda Alim Şükurovun şəhidimizin atasıdır və şəhidimizə təmənnasız xidmət, çünki onlar xidmətlərin haqqını ödəyib. Ana, ənin qolun var olsun. Sağ ol, ana. Allah can sağlığı versin, ata. Siz də əmanətsiz. Və şəhidimizin əmanəti, şəhidimizin qardaşı Elçin bəy. Allah hər birinizə can sağlığı versin, əziz mənim sizə də. Allah sizə versin. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Nura xanım, sağ olun.